Baş sponsor Hell Energy, sponsorlar İrşad Electronics, Metak, Berlin mağazalar şəbəkəsi, Giper Gips məhsulları, Leylək bezləri, partnyor Kasap Döner. Nazlı yarın her nazına aşık olmuşam. Hem nazına hem özüne aşık olmuşam. Aşıkım aşıkım sana aşıkım. Beyleyim ay güzel sana aşıkım. Neçə vaxtı baş beyimi aparırsan ki, Ayşəmi? Gəl iş quraq, gəl nə bilim biznes yaradaq. Bu remont işində pul var. Nə bilim ustalar yığaq, brigada yaradaq. Bu padmayak evləri alaq, ucuz qiymətə remont edib baha sataq. Digər yaratmışıq. Qurdum bu işi, şöşü. Gecə gündüz dırhadır WhatsApp-a yazırdın ki, Ayşəmi burada pul var, burada nə bilim nə var, biznes var, nədir. Hələ o WhatsApp-ın təzə funksiyası var, belə səs yazanda yuxarı qaldırırsan, rahat işini görürsən. Hələ ondan sonra 4 saatlıq, 5 saatlıq sən bana səslər göndərirdin. Digər, şöşü, yaratmışıq. Bu işte problem olsa ne olacak? Ayşəmi ne olacak? Ama bu işte problem olsa ne olacak? Senin kalan oğlun Nostradamus gibi bir şeydir. Ben söz elə belə demirəm ya kişi. Mən deyirəm sizin orada xeyir var. Sen prosta mənə deyiyorum Şəmi, biz bura niye gelmişik ya? Utanıram da demeye şoşu. Neçə vaxtı bu dınqılış yoxdur mu? Buna söz vermişəm ki, bu axrana işini mükəmməl gör, xidmətini qəşəng apar, səni aparacam megafona maşın sürməyə. İndi adamın az olan vaxtda gətirmişəm bunu ki, indi baxma da, qıraqdan, bucaqdan kimsə görər, eləyər, çəkər, eləyər. Gətirmişəm ki, maşın sürsün. Deyə, boşaldır, get maşınını sür, get. Mənimkidir qardaş. Müəllim, uşaq çox balacadır, tək sürə bilməz. Şəmi, bu ne axrandı götürmüşsən? Bu da o kitayski jaketlər kimi yuyulanda balacalaşır ha. Hər dəfə hamamda temizlikdən sonra yığıla gedir. Yaxşı da şoşu, sən elə hər dəfə başıma vurursan. Mən niyə inirəm böyük axrana, niyə inirəm mən? Mən böyük axrana götürüb ona çox pul verincə elə balacasını götürmüşəm, balacı da pul verirəm də buna. Həm də şoşu, qıraqdan bucaqdan indi olur da arada hücumzat fikirləşirlər Şəmiyə qarşı, yenəsə də olur. Elə bilirlər ki, müdür budur, axrana mənəm. Yaxşı da, nə qayraq. Bunun da istədiyini yerinə getirməyəndə səsi götürür aləmi, qışqırtısı, bağırtısı, bütün Zaqafqaziyanı öldürür. Gəl. Elədi mi? Gəlirik, şoşu, gəlirik. Sən neyinsən orada? Nə oldu? Sən mənə Şəminlə Şöşü təriflik göndərib Ukraynada oxuyublar. Mən nə bilim belə santexnikdir, elə santexnikdir. Qardaş, sən Atapli ilə çölə niyə qoşmusan? Evə girmişəm, evin içi bumbuzdur, elə bir şax dağına girmişəm. Bir dəqiqə sakit dur. Sən öl, mənim zəhləm gedir, ev yiyəsi gəlir ustanın işinə qarışır. Qaqam bu işin professionaldır, başa düşdün? Sana bir dənə sual verim. Niyə yayda Ataplenini yandırmırsan? Deyə də cavab ver. Qardaş, yayda hava isti olur da Atapli niyə yeyirsən evin içində? Bax görsən, ağlın yavaş-yavaş başlayır pasını açmağa, işləməyə. Düzdür? Ataplenini çölə qoymuşam ki, bu çölü isitsin, versin evə, evin içi də isti olsun. Atalar o vaxt deməyib, əvvəl evin çölü, sonra isi. Bu atalar deyib də bunu, mən nə qarım? Qardaş, sən məni dolamsan, nə deyəsən? Mən çöldə Atapli ilə nə yerəm, gətirib qoşumsan bura. Bunun böyrünə bir dənə televizor qoşarım da. Televizor? Çöldə oturarıq da. Qoysan yuxarıdan yağış yağacaq başına, ağzına gələn danışır. Da Atapli ilə qoşumsan da bura. Nə olsun, nə olsun? İsti olacaq da əsas odur. Sən məni nə yerinə qoymuşsan qardaş? Səni? Qurban olum, qoy mən biraz fikirləşim. Sənə cavab verəcəm də sənin nə yerinə qoymuşam, yaxşı? Çox qəribə adamsan, insan. Sağ ol. Fəhlləyəm çoxdan, vururam palçıqdan, tərəxür üzümdən.
yetimdən ölürəm ay yetim. Ölürəm ay yetim, ölürəm ay yetim. Fəhləçilikdən ölürəm ay yetim. Ha səhər səsiska, nahara kalbasa, axşama tişonka, ölürəm ay yetim. Ala ölürəm ay yetim, ölürəm ay yetim. Fəhləçilikdən ölürəm ay yetim. Şirin, iş gedir. Hala de, heç səni bəyənməyən gəldi. Bu işimi də bəyənməsə bütün mal alacağım bunu. Görmürsən işləyirəm, iş gedir nə deyim? Çox yaxşı qarışır. Heç qıraqdan baxan bilməz ki, ustayam yoxsa yox. Salam ay usta ağsaqqal. Xoş gördük, yorulmayasınız. Salam aleyküm. Hoş gelmişsiniz Salih Hanım. Çok özür istedim. Ellerim titredi. Yanağınızı uzadım bateleyim. Ağsaqqal kişisiz, nə məcburdur? Birdən ikidən öpmüsünüz məni. Görüşmək mənasında dedim. Mən bütün gelen işler barəsində özüm sizə dünən gecə saat 2'də bütün mesajı yazmışdım. O da sən demə sizin oğlan köməkçinizin nömrəsidir. Öz nömrəmi verəsi deyildim ki sizə. Bilirəm, sana başa düşdüm. O da səhər saat 5'e kimi qoymayıb yatım. Səhərdən mənə cavab mesajları yazıb, imkan verməyib. Ona demişəm ki işin üstündə dursun. Baxaq görək Bilirəm, nə nə var. üstündə durur, ondan gözüm su içmir. Qoymayıb yatım, imkan verməyib. Heç nədən narahat olmayın. Mən indi sizə şəxsi nömrənizi verin, spesifiki göndərim. Mənə 15 kisə fiber kafel yapışdırıcısı, 15 kisə qarant boya, 15 dənə üzlük, astar, biraz da sement lazımdır. Xahiş edirəm, şəxsi nömrəni verin. Ağsaqqal, bir dəqiqə dayan. Bütün bu sadaladıqlarının hamısını dünən alıb gətirmişdim. Hətta maşından yuxarı qaldırmaq üçün imkan vermədin. Dedin siz gedin, mən özüm qaldıraram. Hanı indi onlar? Cavab ver mənə ağsaqqal. İki saattir buradasın, bir şey diyemiyorsun. Zenge bak, zenge bak. Alo. Bəli, uzman qılman hoca santexnikdir. Bəli, eşidirəm, buyurun. Ne olub qardaş? Kanalizasiyonuz partlayıb. Evinə basıb. Belə olur da, partlayanda da belə olur da. İndi əlimdə vacib işim var. Mənə birazdan yığarsınız. Oldu qardaş, oldu. Bazı biraz bu tilpaşlıq kimi çıxmasın. Mən bu iPhone X-ma bir də adı boy verdi. Bir şərtlə sizin dediyinizi edərəm ki, Sağ olun. bir daha mənə bacı deməyəsiniz. Bacı deməyim, mənim gözüm üstə anam, demərəm. Əşə, anam da demə. Ay bacı demə, ana demə, nə deyim, adı nə deyim də? Bilirsiniz, mənim adım Ay, Səbinə Alovludur. alovludur. Bəli. Hə, lap yaxşı, alovunla böyüyəsən Səbinə xanım, şad oldum. Santexnik, Bəli. bu əyninizdəki paltarlarla sizə isti deyil. Deyəndə ki, Səbinə xanım, mənim biraz canımda şey var, bu Vaspaleni, bəli. O görə mən olmaz, mən üşüdürəm deyə. Narahat olma. Yox, bildim, mən... Ev istidir, sana soyuq olmaz. Baxma da, indi adam üşüyür. Yox, bir də... Əşi, narahat olma. Ev istidir. Bilirəm, soyuq olmaz sənə. İntazı soğuk olur da, mən biraz. Hay? Maykon aş süzənə dönüb ki. Aş süzənə dönüb deyəndə ki, bu hələ belə mayka deyil, bu. Necə aş süzən? Mən dolların 1.90 olan vaxtı almışam. Olsa bu xlor püskünə qoydu bu keçən həftə. Ver buna eybi yoxdur, ver atın maşına. Yox, sən cavab verin. Verin. Ay kardeş, sen ne danışırsan bizim ustalarda problem olabilmez. Bizim ustalar sertifikatlı ustalar değil. Ha, ben onları Kiev'e, Ibiza'ya, Tayland'a kursa yollayan adamım. Onlar oraya keyfe getmemiştiler ki. Yaxşı kardeş, bir dəqiqə gəlim danışarıq, gəlim söhbət edirik. Gəlirik. Ne oldu şu? İşte. Eve yolladığımız ustalar yoktu. Balacana problem çıxıb, görək nə problemdir onu həll edelim. Senin gördüğün işte hansında problem yok şu. Hansında yoktu problem. Gidelim. Gelin. Ne olur bir tane de sürün gedək də, bir tane de sürün gedək, ne olur.
Bak yaxşı da, yaxşı. Ay, Bir dənə sürümcə deyil, nə olar? Damat baxır, gələn həftə gələcək yenə. Dur, nə olub? Sən mənim axıram sənə, hə? Nədən döyürsən? Dedim gələn həftə, deməli gələn həftə. Zırıldama. Qızda baxa. Bu nədir? Ala, mən sənə pul verəndə demədim get keyfiyyətli boral. Bax belə, qırılmayan, sınmayan. Bu nədir gedib almısan? Bir dəqiqə deyən, sən belə əsəbləşmə. Sən o sözü mənə demisən, deməyinə. Amma bu tonda deməmisən. Mən səndən xahiş edirəm. Xahiş edirəm, əmr edirəm ki, səsinin tonunu 2 ton sal aşağı. Başa düşdün ala? Amma sən döyürdün mənə gəldən ki, ay Şirin, qurban olum. Pulda biraz aşağı düş, qiymətdə 30 elə. Doğuşana dönmüşsün ala. Nə deyirsən ala? Ala, kukla. Sən mənə dovşan deyən? Doğuşansan ala. Ala, nə yiyəcəksən? Nə yiyəcəksən ala? Ala, bu dəqiqə gəlib sındıracam səni. Məni sındıracaqsan, ala. Məni sındırana bax ala. Şirini çox sındırıblar, Şirin sındırmaqlara gör. Başa düşdün? Mənim sənə görə sındırıblar. Mən sındırmaqdan qorxmuram. Mən səni sındıraram, ala. Baxım kim kimi sındır. Nə deyirsən, ala? Heliniz. Yaşıl heldən istəmişdiniz, ağsaqqal, buyurun. Salam mələkü, nuş olsun, buyurun, sərin. Yaşıldan, buyurun. Sizə qırmızıdan, buyurun. Deməli. Şeşir. Nə də? Yoruldum Qaqam bir dənə samavar çay dəmləyib. Cahamat, pusat, hel zakaz edir. Çay sən yoxdur, nə edirsən samavar Bilirəm, dəmirsən? nə helisir, bilirəm. Qaqa, samavarın suyunu hellə töküb. Başa düşdün, hel tökmüşəm içinə. Dadlı bir dənə helli samavar. Sənin başın xarabdır, sən məni bankrot eləyəsən fəlakət. Niye Qaqam? Mixayzat datıqsına qaçışdırıb bir dadlı bir şey almışam. Kreativ başa düşdün. Narahat olmayı, bunu dilim götürüm. Bu gədə məni bankrot eləyəcək. Baş sponsor Hell Energy. Ağsaqqal, Şirin, nə edirsən? Hoş gəlmişsən bizim bu Berlin mağazasına. Ürəyin nə istəyir? Ağsaqqal təşkil eləsin sənin üçün. Ağsaqqal, xorçuluqdur. Mənə bax, səndə bu saç tökülməyə qarşı burada şampunlar var, amma yaxşısından. Var Şirin, heç nədən narahat olma. Mən özüm də ondan istifadə edirəm. Bax, saçlarıma bax, gör necə qalınlaşıb. Deyirəm, pisədə, bacara, qızdan zatdan yaxınlaşsa qoy görsün ki, mən də özümə baxan insanam. Başa düşdün? Ona görə, sən nə istəyirsən, özün çizdirsən. Ala yox, özüm bir qırağa. Bu mənkiləri bax Ukraynadan, Volga. Ala dünən oturmuşuq. İri işli oyan bir yan. Qanqarasırıq axırı, nə? Qırğın dava. Ala buna bir şillə tutdum saçından. Taktım saçı qaldı əlimdə. Sən ala mənə bir dənə kömək elə də qız qalıb keçər. Bildim, heç nədən narahat olma. Burada şampun var, tökürsən başına fış gedib saçları çıxacaq. Orada, sən cana ver ondan mənə. Heç nədən narahat olma. Ala, deyib bir-birinə. Sponsor Berlin Mağazalar Şəbəkəsi. Ala, bu divardakı balaca deyib alınmır da. Mən bunu neyləməliyəm? Mən də deyirəm neçə vaxtı bu hardadır. Ev alandan giribsən evə çıxmırsan bayıra. Bir arada pəncərədən burnunu bayıra çıxart, bir hava dəysin, bir günəş görəsən. Nə olub Kəmələ deyirsən, baxsaqdır, vaxtım var mənim. Ana, bu evi aldın, görək bunu remont edəyəsən. Mən də bu ustalarla dolanmıram, yola gedmirəm. Ana, düşdüm bu mağazına, tikinti mağazalarına. Jiperin üzdüyünü, aslarını, sonra bu birbaşa divara vurulan Jiper gips məhsullarını. Ala, aldım onları, Şəmi, bir dənə asandır, bir dənə rahatdır mənim üçün. Ala, ustaya ehtiyac yoxdur. Qarışdır, şapıltı ilə vur divara. Ala, bütün günü buradayım da, evimi remont edirəm, işləyirəm də. Baxma da, Şəmi, evlənmək lazımdır, o vaxtdır. Belə denəndə, belə denəndə. Şirin, bu qızdan zatdan tapa bilmirsənmi heç olmasa? Qızdan, mən bütün günü burada evimi remont edirəm. Səhər gələm, gecə çıxıram. Saat gecə 1-də 10-da çıxıram, verəm qız axtarmağa. Mən düz indi axtaram, elə tapmamışam. Düzəlmədin də sən. Sana Şəmi məsləhəti. İşini gecələr gör, qızı gündüzlər axtar. Yaxşı? Yaxşı, yaxşı. Sponsor Giper Gips məhsulları. Ağsaqqal, ya sən mənim evimdən oğurladığın şpaklyovkanı, gipsi, hər şeyi gətirib yerinə qoyursan, ya da mən, bura bilsən kimi çağıraram? Kimi? Əlini çağıracaqsan, hə? Xeyr, ərim yoxdur mənim ərimi çağırım. Yaxşı,
Super oldu. Bu gün ərzində eşitdiyim ən bomba xəbərdir. Sağ olun Salih Halim. Əzzab yoxdur ha. Saqqal, mən bura polis çağıracağam. Bax bu ücə pis oldu. Polis lazım deyil. Mən buradan bir dənə çəp doğramamışam. İnanmırsınız mənə? Mən çox saf, anlatıq bir insanam. Hətta biz tərəflərdə nəyəsə and içmək istəyən adam gəlir əlini qoyur mənim üstümə. Yaxşı mənada. Mənim üstümdə and içir. Başa düşdün? Mən elə adamam, saf adamam. Mənə oğru deyirsiniz, utanmırsınız. Ağsaqqal, mən belə görürəm ki, səninlə başqa cür danışmaq lazımdır. Odur ki, mən bu məsələni dinlə həll eləyəcəm. Gətir, problem yoxdur. Liboy mallarını tap gətir. O mənə görüm sübut eləyə bilir ki, mən oğruyam yoxsa yox. Amma sübut eləyə bilməsəm, valla bizim kəmimizi kəstin. Hə? Elə burada, yaş, bu evdə. Din mollanı demirəm, polisi deyirəm. Nədir o? Deyirsən həkiməm. Axı demədin nə həkimsən. Mən Mənzura xanım. Mənzurə deyil. Nətər? Mənzurə deyil. Al- Səbinə. Səbinə Alovlu deyirəm də. Səbinə xanım, mən əvvəllər nevropatoloq idim. Buyur, baxdım ki, nevropatoloqlar çoxaldı. Pul qazanamadım. Sonra eşitdim ki, bu açıq ürək əməliyyatı yoxdur, bunda yaxşı pul var. Getdim sədərəyə, görünməyəm. Oradan elə bıçaq aldım, qayçı aldım, aynonlar aldım. Gəldim açıq ürək əməliyyatı elədim. Buyur, bir dəyə baxdım ki, mən açıq ürək əməliyyatına gələ çoxlu həkimlər olur axı. Pulu bölüşdürəndə heç mənə işinə qalmır. Onları da verməliyəm də. İndi belə onda yaxşı qazanırdım. Məsələn 10 dəyə əməliyyatım olurdu, evə gəlirdim 35, 36 manat, bir də 45 manat mənim pulum olurdu, belə yola belə qazanırdım. İndi iş biraz zəifdir. Özüm indi bu zat edirəm, plastik bu əməliyyat edirəm. Boş vaxtındakı bu santexnik kimi fəaliyyət edirəm. Bəli. Nədir o? Sevgilim gəldi Qılman. Qılman sevgilim gəldi. Gəldi də gəlsin olsun. Qılman öldürər səni də məni də çörək. Məni öldürür, öldürür, iş görməyə gəlsin. Öldürəcək gizlən. Harada gizlən? Qılman gizlən. Haradasa gizlən. Bir yan. Gel gizlən. Geç onun altına ne bileyim. Hara istəyirsən. Yox, belə olmayacaq. Bu qapı Qılman gəldi sevgilim öldürəcəm məni də səni də Qılman öldürəcək. bir baş vay Qılman, gene qaldım əllərdə. Narahat olmayın. Canasa, çox xahiş edirəm, gəl keçin əyləşin. Çox xahiş edirəm, narahat olmayın. Mənim evim elə burada yaxınlıqdadır. Mən özüm gəzə-gəzə gedəcəm. Bu yaşda gəzmək insana xeyirdir. Çox sağ olun, narahat olun. Ağsaqqal, biz səni evə aparmırıq, bölməyə aparırıq. Gedək oğurluq məsələsini aydınlaşdıraq. Nə oğurluq? Bir tək oğlumu qəbrə qoyasınız ki, mənim heç bir oğurluqdan xəbərim yoxdur. Mən oğurluq eləyən adam oxşayıram. Ha? Yox. Ağsaqqal, gedək bölməyə, orada aydınlaşdırarıq, gəl. Yox. Başa düşdüm. Gəl, onda belə eləyək. Bütün oğurladığım şeyləri belə iki yerə, yarısı sizin, yarısı mənim. Hə, söhbəti bağlayaq. Xahiş edirəm, söhbəti bağlayaq. Ağsaqqal, bayaqdan deyirsən ki, oğlumu qəbrə qoyum. İndi deyirsən ki, malları bölüşdürək. Heç səndən gözləmədim. Düş qabağa. Mənim 2 oğlum var. Narahat olma, 2 oğlum var mənim. O birisini deyirdim mən, bunu demirdim. Əşi, gəl bölməyə, gəl min maşına. Min. 2000. Nə 2000? Otu maşına. Çox gülməli zarafatdır. Sən indi vəzifə başındasan, ona görə gülmürsən. Birazdan bunu bölmədə deyib, öz aramızda deyib güləcəksin. Sən Maşına. Mən bilirəm. Əslində bıçaq gülməli zarafat. Xahiş edirəm. Narahat olma. Özüm. Mən də əcəb qaldım ortalıqda. Və mən haram başın töküm daşıma. Tez elə ay Qılman tez elə indi bir dəqiqə qapını qırıb girəcək içəri. Girəcək deyəndə ki, neynəmişəm? Ortada dəlim yox, şampan yox, şokolad yox, girib mənim pencama yox. Nə deyəcək ki, nə vermişəm ki, mən neynəyəm? Ay Qılman tez elə qaç gizlən. Elə deyil, qaç gizlən, hara qaçım? Girib kravatın altına. Kravatın altında oranı bilir, oranı petsə gətirəni orada tutub. Orada tutub yey. Mənə bax, bəlkə girim xaldın ikincinə. Xalcinik eşrəfbunu gətirəni tutub. Orada tutub. Ay ölmüş kəpənək. Mən hara qaçım? Qaçın qatın balkona. Bu müştərilərdən şəmi. Qan ağlayıram, qana bezmişəm. Buradayam mən. Tupoy gədə. Hə, nə olub? Zəhər olub, dərd olub. Müştərinin yanında səni ayağa vermədim. Manqol gedə, bu nədir evin ortasında? Unikan qoyubsan, nə bilim turba çəkdiribsən. Bu nə yaxşıdır mən bilirəm. Nə yaxşıdır ay kişi bunun? Nə yaxşıdır bunun? Harda görülüb, hansı evdə görülüb ki, evin ortasında turba çəksinlər? Hansı evdə görmüşəm? Sənin evində. Mənim evimi də sən remont eləmisən ona görə. Bu heç oradan deyil. Nə pis Avropa sayağıb da Hə, yaxşı, gic danışma. Gedək xəstəxanaya, Şirin xəstəxanadadır. Gedək onun yanına. Orada desənə. Hə. Bu sən Allah oğlandı qızdı mən dəqiq bilim onu. Hə, klientlər döyüblər. Gəl. Bunun da suyunu bırak deyirəm. Ay Allah. Mən səni belə qoymayacağam. Mən deyərləri. Mən bilərəm nə edərəm. Kimdir gələn? Kimdir bu?
Ay şimdi. Can Ayşəmi sənsən? Yastığın yüngül olsun ha. Hə, Şirin, kişinin başına iş gələr, amma sən bu sözü boynuma götürmə də, yəni narahat. Ay Fəli, onsuz da yarım canam. Bir ayağıma vursa dünyadadır. El-eləmə durum səni də aparma vursa dünyaya. Gedərik, problem yox. Ay şimdi. Ha bir danış görək nətər oldu, nə qayırdın, neynədin, niyə bu günə düşdün sən? Şəmi, Hə. bu evin yərsi necə əlcaf adam inmiş ala. Nə olub ki? Ala xoruzlandım bunun üstünə. Hə. Xod getdim. Heç nə. İkincidə bir dənə getdim buna. Hə. Dedim ala bir anlar alınmaz da. Aha. Hələ sözümü dedim, cumdum üstünə. Hə. Hələ onu gördüm ki, turbanı vurdu başıma. Ha, heç də qalmışam belə, tərpənəm belə. Bildim onu bildim. Sən niyə üzü qoyulu uzanıbsan? Ne o maraqlıdır ma? Ay ala başa düşmürsən, nə qambaz adamsan. Demirəm əlcaf adamdır. Hadi, başa düşsən məni də. Hamilədir. Ha, bilirəm sən də. Hələ para vermirəm. Ölürəm. Ayaktan kapını döyürüm, niye kapını açmırsan? Düştüm aşağıdan balkona da baktım ki belki sigaret çekirsen, sigaret de çekmirsen. De görüm kapını bana niye açmırsan be ayaktan? Ay şu kinoya baxırdım da eşitməmişəm. Az hele böyle kinolar ben çok görmüşüm. De görüm kinonun kahramanını hara gizletmişsen. Hani o? Hara gizletmişsen denem bana. Az. Bu da geçen defeki döy ha, bu defa onu tutsam seni bağışlamayacağım. Hissediyorum ki burada nese var. Otduğum yerdə mən nə belaya düşdüm. Ay qılma, yaşamaq istəyirsən də tullanayım. Dəqiq yemətər tullanım. Ay dayı. Qurban olum, o zibil yedirəsim biraz bəri gətir də. Bir damcı qabağa ver. Saxla. Biraz sağa. Ay sağ ol. Sağ ol. Hoppanım. Ay xala. O mümkünsə əlində butulka var ha, o atma da zibil yeşiyinə. Ay arba, sən neyva lazım nöhün, deyirəm atma da. Ne ibn arvat diye attı ya. Araba. Neyse ben tullanmalıyım, varyantım yoktu. 1, 2, 3 gittim. Gel görüm. Hara gizletmişsin onu. Ana. Az o zifir yeşil içindeki bizim kılman değil. Kim? Hə, Şirin, narahat olmaya qurban olun. Onsuz da bu dünyanı kim tutub qalıb, öləndə də öləsən də. Gəlin qaqa sizə bir anekdot danışsın, çırılı gülməkdən. Anekdot verir, fəlakət, anekdot verir. Danışın da, nə olar? İnsanlıq halıqda danışaq bir-birimizin keyfini açaq. Danış ürəyim asılsın. Danışım Şirin, qurban olun. Danış. Eşlisən, deməli bir dənə qoca kişi olur, qoca kişi də. Bunu uşaqları atır qocalar evinə. Kişi də burada qalır 5 il, 10 il. Bir gün kişi baxır ki, bu telefonu işləmir də. Aparır telefonu ustanın yanına, deyir qurban olun, bu telefona bax. Buna zəhd gəlmir nəsə, işləmir. Sonra götürür telefona, baxır sağına, soluna, qurtdalayır, erir. Deyir, ay day, qurban olun, bu telefon sap sağlam deyir, işləyir, yaxşıdır. Deyir, nətər işləyir, nətər işləyir, 5 ildir buna bir dəfə oğlum yığma gətə, haradasan, ölmüsən, qalmısan, bu telefon işləmir, nətər işləyir, Ara mən öpürsən, ana ki! Kim yanır, Tupoy gedə. Baş yuxarı. Bu ne anekdot da danışırsan, xəstənin halı pisləşdi. Belə anekdot olar, bunun gülməli yeri hara da para. Gülməlik də Şəmi, qurban olun, bu 70 yaşında kişi yoxdur. Bunun kavrası var telefonda. Qırmızıdır, üstündə də Mickey Mouse'un şəkli. Ana Şəmi apar bunu bayra. Ara eləmə. Diyan görmə, diyan. Fəlakət elə anekdot danışdı ki, öz dədəm yadıma düşdü. Bir zəngiliyim görüm hardadır, nə qayırır, neynir? 322, hə. Sən o Papon bəyəm qocalar evindədir. Nə gic danışırsan, hə? İstəyirsən bu danışlar. Öz başa düşmədim. Şu aydındır. Mən bəyəm elə övladam, öz atamı aparım qoyum qocalar evinə, fikrin ona buna getməsin, hə? Mən valideynlərimə hörmət qoyuram. Bütün yadıma düşdü. Aydın, başa düşdüm, narahat ol, aydın. Allah. Buyurun Omar müəllim, telefonunuz hazırdır. İrşad elektronik həmişə qulluğunuzdadır. Sağ salamat. Buyur. Ayrılman. Ah saqqal. Nətər? Yaxşıdır. Bütün günü bütün şəhəri sən axtarmışam. Bəli. Sən həkimsən yoxsa nəsən? Gəlib oturmusan İrşadın texniki servisində. Sən axtarmıram mən. Alay, çürümə kimi həkimin başına. Əməliyyat edirdim. İnsanam, deyil, beynim qarşı fikirli olmuşam. Xəstəyə böyrəgindən daş götürməliydim. Saqqal. Daş qalıb orada böyrəyə götürmüşəm. Nəyim daşımı daş üstə qoymadılar. Çıxdım işdən, gəlib oturmuşam İrşad Elektroniksin
təzə açılmış texniki servisində telefonları təmir edir. Yaxşı eləmsən. Bəs buna resepti yazmısan, hansı apteka göstərirəm, heç kəs başa düşmür. Açığı mən özüm də bu oxuyamayam. Sən özün yaxşısan, sən köhnə telefonun yadın varsa ver mən burada təmir edeyim. Var, dey, bax. Ver eləyim də bu təmir, gəl 3-4 gündən sonra götür məndən. Tamam, sağ ol, sağ ol. Öpürəm. İrşad Electronics həmişə sənin qulluğundadır. Sağ ol. Gətirəcəm, evdə də köhnə telefonlarım var. Sponsor İrşad Electronics. Can Aygılı, can. Səni kim bu hala saldı axı? Niyə belə oldun axı Aygılı? Ay Şirin, Can, hə. mən öyümü remont elətdirəndə Şəmi mənə ki, get metak borusu al. O qəşəydi. Qulaq asmadım, getdim uduzun aldım ki, qabağa düşəm. Bir də gördüm gecənin bir aləmi, cüp, nəsə partladı. Mən də icirim ikinci mərtəbədə. Bütün icirim bir mərtəbə hamısı oldu. Fış suyun içində, biyabırçılıq. Bütün binanın adamlar yığıldılar bir yerə, mənə döydülər. Eduard Məmmədov da mənim boşumdadır. Nətər döyür. İt balası kimi. Ölürəm. Yaxşı gididin qılı, yaxşı gididin. Mən gedib qonşularla söhbət edəcəkdim. Eduard varsa söhbət bağlandı. Söhbət bağlandı. Gör sənə nə deyirəm. Sən niyə ağılsızlıq eləmisən? Bax, niyə gedib partlamayan, çartlamayan 50 il zamanəti olan metak turbaları almamısan? Dur sağal. Gəl bu turbalardan sənə gətirmişin nə qədər. Bir remont eləyərsən. Baxım şey. Sağal. Günah özündədir. Günah özündədir Aygılı. Gərək mən metak alaydım. Çay verim sənə. Özüm də zəif. Çok vereyim. Sponsor Metak. Buyur sən başla. Ara gəl bura. Nə gəlsən, nə olur? Gitsən sən. Hə, mənim, nə olur? Ala bu leylək benzəni sən zakaz eləmisən? Yox, mən zakaz eləməmişəm. Ala necə mən eləməmişəm? Bu nömrəni sən zəng eləməmisən? 012 342 3242. Hə, mən zəng eləmişəm. Hə, düzdür, yadıma düşdü. Ala sənin uşağın var, sən bunu zakaz eləmisən? Olacaq da, nə olsun? Olacaq. Olanda vaxtım olmayacaq. O qədər problem çıxacaq ki, başa düşdün. İndidən həll edəcəm. Ala sən hələ qız tapmamısan evlənməyə. Uşaq haqqında fikirləşsən? Hə, mən hələ qız da tapmalıyam. Görsən nə qədər problemim var mənim? Hamısı bir həll eləməliyəm. Ver də. Uzatma. Gəl pulunu ver. Pulunu ver şimdi. Pulumu vermişəm internetdən. Yer işinə bax. Giza, görmək üçün Hacı Nurandır. Giyinib onun kimi svitotik. Sponsor Leylək bezləri. Bakı şəhərində işlədiyi mənzildən oğurluq edilən usta saxlanılıb. Dindirilmə zamanı aydın olmuşdu ki, o işlədiyi mənzildən küllü miqdarda inşaat materialları oğurlayıb, satıb, əyləncə mərkəzlərində əylənərək pulları sağa-sola xərcləyirmiş. Yedinci mərtəbədə yaxşı ki zibil yaşıyor. Ailələ. Qılman sana ne oldu? Ay ne oldu bunlar? Şirin üzü qoyulu, Qılman üzü qoyulu. Ne oldu bunlar? Ay şuşu. Ay Şəmi, başıma elə iş gəlib ki, utanmam danışmağa. Ay şuşu sen de gör. Şirin oğlu evini soyunub maykayla güya kran düzəldir. Bu momentdə ev yiyəsinin evi gəlib girəndə qorxusundan çıxıb balkondan üzü aşağı, tulluyu gözünü aşağı. Ay, gedib düşüb putulkanı zatlı zibil yeşiyin içine. Ne ediyorsun? Yazık Qılman. Şuşu elə şeyləri gülmə. Xahiş edirəm, elə şeyləri gülmə. Sən əlin yüngül bir də. 500-dən 600-dən qoy deməm. Hadi yan görəsən. Bizim aksaqqal görüşəlim. Bu keçən dəfədə bu şey yeteneksiz siz nədir Türkiyədən ora çıxmışda oriental oynuyordu. Kod ver görüm ona. Nə deyir o? Uşaqlaşır. Xahiş edirəm, məni uşaqlığıma bağışlayın. Məni yola verin, bağışlayın, çıxım gedim. Onu da vurğulamaq istəyirəm ki, mən deyirəm, hamısını deyəcəm. Mən bu işdə tək deyildim. Bu işdə mənimlə əlbir olan Şəmi, Şəşi və digər başqa insanlar var idi, amma əsas o ikisi idi. Şəmi ilə Şəşi. Xahiş edirəm polis əməkdaşlarından onları da tutsunlar, gətirsinlər mənim yanıma. Mən də burada tək darıxmayım. Şəmi, Şəşi, sizi gözləyirəm. Gəlin, hamınız haqqında söhbət eləmişəm. Gələcəksiniz. Narahat olmayın. Gözləyirəm, sizi gözləyirəm. Qardaş, sən apar bunu palataya. Sür get. Ne danışır bu şuşu? Ha? Ne danışır Ay, sen aksaqqalla əlbir olub oğurluq edirsən şuşu? Ha? Nə qədimi Şəmi? Plan qoymusan ki, nə qarısan, ayla macunə 5000 manat pul gətir çıxar. Mən də sənin sözündən çıxmamaq üçün bu oğurluğa el atdım.
Sənin belə işlərin var idi. Elə əvvəlcədən mənə deyərdin, gedib Moskvada biznes qurardıq da. Bu nə də? Düz deyirlər, adama nə edirsə onun yaxın edir. Bu sənin sıfatı. Yürü geçsin. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, bozbaşın tadını bilsin. Şəmi şaşıp biznes açır, ziyan gelir, hayır kaçır, felaketin emelinden gelin görək kim baş açır. Xəstə gelir, həkim bilir, bilmir əlac olsa kayıp, duman bizi tutturacak, qaymarita raktı deyip. Nedir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın, varsa məsləhətli gözəl, ağsaqqala calaşdırın. Diqqətli ol, adı şirin, bilənidir Vornemirin, şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin.